Herkese salam, necəsiz uşaqlar? Bugün sizlə birlikdə yenə mətbəxdəyim, amma şirniyyat, pirajki falan pişirdi. Onları da sizə çəkəcəm. Sabah deməli uşaqlarla birlikdə, təbii ki, valideynlərimiz və uşaqlarla birlikdə, sinif yoldaşlarımızla piknik eləməyə gedirik və hər birini sizin üçün paylaşacağım. Bu vlog isə tam-tamına düz 2 günlük bir vlog olacaq, yəni. Ya ayrı-ayrı paylaşacağım, ya da 2 günlük tam vlog olaraq paylaşacağım. Gördüğünüz kimi burada hazırlayırıq. O tərəfdə mama kartoşkanı hazırlayır. Burada isə artıq xəmirini hazırlayırıq. İndi sizə onu da çəkəcəm inşallah. Burada isə kartoşkanı belə əzirik ki, yumuşaq olsun. İnşallah düzəldən zamanda da çəkəcəm sizin üçün. Uşaqlar, deməli özümüz bunu yerə qoyub etdik. Çünki masanın üzərinə, yəni şeyin üzərində eləmək mümkün değildi. Fırlama rahat olmurdu qabı. Deməli burada isə indi keks bişiririk. Dedim ki, hər birini sizin üçün çəkim. Deməli uşaqlar, digər gündən hər birinizi salamlayıram. Bugün artıq deməli parka gedirik. İnşallah hər birini biraz da olsa sizin üçün çəkib paylaşacağım. Uşaqlar, çatmışıq parka. Burada bədnəzər şalvarımın bu krandan satıldı axdı, amma eybi yox. İndi isə ayaqqabılarımızı çıxardırıq. Gətirib şey olmalı, çəkilsin. Verin mən. Cipslər tökəyim. Deməli, sabah cipslər tökür uşaqlar. Danış da Səma. Hə, mən cipslər tökəcəm. Bir dənə qab verin də. Yiyir uşaqlar Səmanı. Salam bərsəd. Salam uşaqlar, Fatimə salam. Salam ver. Krel alacağım sizə, çörək alacağım. Səma qoy çəkim. Qadarlarınızı qoyun qızım. Səma necəsən? Yaxşı. Salamlı izləyicilərimi. Nədə sizdəyicilər? Eləyin. Hamımız. Uşaqlar, güllərin bir dənə gözəlliyinə baxın. Deməli, yenə biləcək parkına gəlmiş. Bir dənə bu güllərin gözəlliyinə bir dənə baxın. İndi voleybol oynuyoruz. Bəlkə videonun kənardan sizə qoyacağım. Daha doğrusu kameranı. Dayan, kameranı qoyacağım kənardan, oynamağımı çəkəcəm, üzümüzə sticker qoyacağım. O hissələri sizə tam çəkə bilmədim, çünki getdik sonra uşaqlarla oynadıq, gəzdik və dedim ki, pikniyə gəlmişkən biraz videodan kənar rahat oynayaq uşaqlarla, ona görə çəkmədim sizə hər bir hissəsini, amma inşallah gələn videolarda daha uzun piknik vlogları gələcək sizin üçün, çünki hələ yay indi başlayır, havalar daha da istiləşib, daha da gözəlləşdikdə inşallah yenidən pikniyə qayıdacaq, gedəcəyik yəni. Və uşaqlar, sizdən də xahişim, kanalıma like atıb abunə olub, yorum yazmağı unutmayın. Təxminən bu videonu bazar günü çəkmişdim. Yəqin ikinci gün artıq paylaşacağım sizin üçün. Uşaqlar, belə videoların davam gəlməyi istəyirsə kanalımıza like atıb abunə olmağı unutmayın. Və uşaqlar, sizdən xahişim həqiqətən videolarımızın baxış sayı düşüb, vloglarımızın. Qaldıraq baxış sayılarını, like'larını qaldıraq, yeni videolarımız gəlsin. Sağ olun, salamat qalın.